Salam əziz 5-cilər, 5-ci sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz onluq kəsirlərin onun qüvvətlərinə vurulması və bölünməsi. Onluq kəsirlərin onun qüvvətlərinə vurulması zamanı nələrə diqqət etməliyik və bölünməsi zamanı nələr etməliyik, nələrə diqqət etməliyik. Bütün bunlar haqqında sizə məlumat vermiş olacağam. Amma hər zamanki kimi, həmişəki kimi İlk öncə sizin mənə dəstəyiniz, videolarımı bəyənməyiniz və kanala abunə olmamışsa kanala abunə olmağınız vacibdir. Buna görə sizdən xahiş edirəm və buna görə hər birinizə təşəkkürümü bildirirəm. Əgər ki, dəstək olmuş olarsınızsa, olmasanız da çox sağ olun, amma çalışın ki, dəstək olun. Çünki videolarımı bəyənənlərin bir çoxu videoları belə deyək də, bəyən düyməsini basmadan yaxşı olduqlarını söylürlər, tamam bunu bildim. Amma əks tərəfdə siz fikir bilmirsiniz, yəni fikir vermirsiniz, görünmür orada. Bəyənməyənlər, onlar bəyənmirəm düyməsini basır və bu video bəyənilməmiş videolar içərisinə daxil olur və videoların baxılma belə deyək də, səviyyəsi aşağı düşmüş olur. Və bu da mənim yeni videoları çəkməyimin qarşısını alır. Əgər mümkünsə, sadəcə bəyən düyməsini basırsınız. Əgər şərh bölməsi açıq olarsa, şərh bölməsinə fikirlərinizi yazın. Mən sizin fikirlərinizi oxuyuram. Bir çoxunuzun suallarına tam olaraq cavab verə bilməsəm də buradan cavablayıram. Cavabladıqlarımı yenə də görürəm, yenə də istəyirsiniz, yenə də soruşursunuz. Əsasən də yəni çoxunuz bütün tapşırıqları bir-bir həll etməyimi istəyirlər. Bunların açıqlamasını sizə göndərmişəm. Bir daha deyirəm ki, tapşırıqların bir-bir həlli sizin yəni gələcəyiniz üçün, yəni belə deyək də, öyrənmə qabiliyyətinizin aşağı düşməsinə səbəb olduğuna görə sizə mənfi təsir etmiş olacaq. O səbəbdən də yəni sadəcə nümunə olaraq yerinə yetirirəm. O nümunəni yaxşıca dinləsəniz, yəqin ki, mənim başa düşənləriniz var. O nümunəyə uyğun olaraq digər tapşırıqları yerinə yetirmiş olarsınız. Gəlin keçək mövzumuza. Mövzumuzda ilk öncə araşdırma və müzakirə bölümündə belə bir tapşırıq verilib. Yazır ki, gün ərzində sağılan süd 7,5 litrlik kiçik bidonlara yığılır. 10-100 belə bidona neçə litr süd doldurmaq olar? Bir bidondakı süddən 10 banka qatıq çalınır. Bir banka qatıq neçə litr süddən alınır? Bunu necə tapmaq olar? Bax, bütün burada verilənləri tapmaq üçün biz yuxarıda verilən mövzunun qaydalarını yaxşıca öyrənməyimiz lazımdır. Yəni, əgər biz biliriksə ki, bidonda 7,5 litr süd var, yəni bir bidonda 7,5 litr süd olur, bir kiçik bidonda və 10-100 belə bidonu tapmaq üçün bilirsiniz ki, həmin bir bidonda olan südü ona 100-ə vurmalı ki, ümumilikdə 10-100 belə bidonda neçə litr süd olduğunu tapmış olaq. Və ya ikinci suala fikir vermiş olsaq, deyir ki, bir bidondakı süddən 10 banka qatıq çalınır. Bir banka qatıq neçə litr süddən alınır. Yəni, bilməyimiz lazımdır ki, bir bidon neçə banka süd tutmuş olur. Buna görə də yəni, neynəməliyik? Bidonun belə deyək də, tutumunu bölməliyik. Nəyə? Ona bölməliyik ki, görək bir bankaya nə qədər süd düşmüş olur. Bu zamanda ona bölmədən istifadə etmiş olarıq. Bütün bu suallara cavabı da tapmaq üçün mövzumuzu daha dərindən öyrənməyimiz lazımdır. Öyrəndikdən sonra yuxarıdakı o araşdırma və müzakirə bölümünü yerinə yetirməkdə heç bir çətinlik çəkmərik. Düzdür, biz kəsirlərin bölünmə qaydasından, kəsirin natural ədədə bölünməsi qaydasından istifadə edərək yuxarıdakı araşdırma və müzakirə bölümündə verilən tapşırığı yerinə yetirə bilərik. Amma daha sadə yolla həlli qaydası var. İlk öncə onluq kəsirin ona və onun qüvvətlərinə vurulma qaydasından danışmış olaq ki, bildirim ki, onluq kəsiri ona və onun qüvvətləri olan 100-ə, 1000-ə və s. mərtəbə vahidləridir. Bunlar mərtəbə vahidlərinə vurarkən vergülün sürüşdürməsi, yəni sağa doğru sürüşdürmüş oluruq. Əgər hər hansı bir onluq kəsiri
biz əgər 10-a vurmuş oluruqsa, o zaman vergül sağa sürüşmüş olacaq. Və sağa sürüşərkən məsələn nəyə diqqət edirik? Vurduğumuz onun qüvvətlərində sıfırların sayı önəmlidir. Əgər 10-a vururuqsa, bilirik ki, onda sıfırların sayı 1-dir. Deməli, vergül 1 vahid sağa sürüşmüş olacaq. 1 mərtəbə sağa sürüşmüş olacaq. 100-ə vurduqda 100-dəki sıfırların sayı 2-dir. Deməli, 2 vahid sağa sürüşmüş olacaq. Bu qayda ilə digər mərtəbə vahidləri və yaxud da onun qüvvətlərinə vurarkən vergülün sürüşdürülməsinə diqqət etmiş olarıq. Gəlin, baxaq, burada da sizin kitabınızda əlbəttə ki, bu haqda məlumat verilib. Oxusaq görək ki, onluq kəsiri 10-a, 100-ə, 1000-ə və s. vurduqda vergül bu vuruqdakı sıfırların sayı qədər sağa sürüşmüş olur. Yəni, vuruqdakı, yəni 10-a vururuqsa 10-dakı sıfırların, 100-ə vururuqsa 100-dəki sıfırların, 1000-ə vururuqsa 1000-dəki və ya 10.000-ə vursaq 10.000-dəki sıfırların sayı qədər sağa sürüşdürülmüş olacaq. Bəs əgər onluq kəsirdə vergüldən sağ tərəfdə rəqəmlər olmazsa, bu zaman necə olacaq? Orada sıfırların sayını, belə deyək, sıfırların sayı qədər vergüldən sonra rəqəmləri nə edirik? Belə deyək də, bərabərləşdiririk. Sıfırlar orada əlavə edirik. Məsələn, deyək ki, bir nümunə göstərək. Biz 3,2-ni vurmuş oluruq. Məsələn, deyək ki, 1000-ə vurmuş olarıq. Bu zaman nə edirik? Bərabərdir. 3,2-ni sıfırların sayını bərabərləşdirir. Vergüldən sonra sıfırların sayı 3 dənə rəqəm olduğuna görə istəsək belə deyək, 3 dənə rəqəm olması üçün 2 dənə də bura 0 əlavə etmiş olarıq. Bunu vurarıq neçəyə? Belə deyək də, vururuq 1000-ə vurmuş olarıq. Bu da bərabərdir. İndi artıq vergülü sağa 3 rəqəm sağa sürüşdürmək elə də çətin olmayacaq. Bu da o zaman nə qədər? 3200 cavabını almış olarıq. Yəqin ki, fikrimi sizə çatdıra bildim. Bu qədər, yəni tapşırıqların həlli zamanında bu qaydalardan istifadə edərik. Sizin kitabınızda da bunların daha dərindən, daha mükəmməl şəkildə izahı verilmişdir və bu izahı hansı bir şəkildə yerinə yetirilməsi, yəni ki, bunu adi kəsirdən istifadə etməklə də göstərmək olar. Yəni biz yuxarıda dedik ki, adi kəsirə vurmasını bilirik. Məsələn, 3,2-ni nə edirik? Yazırıq ki, 3,2. Bu da bərabərdir. Bunu ilk öncə nə edərik? Çevirmiş olarıq. Düzgün olmayan kəsiri. Bu deyəcək 10,32 etmiş olur. Və bundan sonra 3,2 az öncə yuxarıdakı kimi vurmuş olsaq, 1000-ə vurmuş olsaq, artıq burada belə deyək də ətraflı yazıb izah etməyə ehtiyac yoxdur. Sizin kitabınızda 3,2 yox, 3,1217-dir. Sözün düzü bura fikir vermədən yazmışdım onu. Biraz oxşar olaraq düşmüş oldu. Və bundan sonra da görürsünüz ki, ona vurduğuna görə bir vahid sağa doğru getmiş olur. Burada bir vahid sağa sürüşdü. Yəni bir mərtəbə sağa getdikdən sonra 32,17 cavabını aldı. Bu prosesin necə getdiyi sizin kitabınızda, yəni dərslikdə ətraflı yazılmışdır. Fikirləş bölümünə baxırıq. Yazır ki, 3,217 vurulsun 100, 3,217 vurulsun 1000 hasillərini adi kəsirdən istifadə etməklə necə tapmaq olar? Eyni qayda olaraq, yəni yazmış olaraq bunları da. Məsələn, gəlin birini mən yazım, 3,217 yazmayayım. Başqa bir ədəd yazmış olum. Deyək ki, olsun 7,1025 olmuş olsun. Bunu biz əgər 100-ə vurmuş oluruqsa, nə etmişik o? Adi kəsirə çevirəndə bilirik ki, 1000-də 25-dirsə, ilk öncə 7,1025-i qarşı qədər şəklində 7,1025 kimi yazırıq, vururuq 100-ə, bərabərdir. Daha sonra 7,1025-i düzgün olmayan kəsirə çevirsək, 1000-də 7025 etmiş olacaq. Bunu vurmuş oluruq 100-ə, bərabərdir. Və biz bilirik ki, əslində belə deyək də, vurarkən, məsələn, adi kəsiri və yaxud da düzgün olmayan kəsiri natural ədədə vurarkən, məxrəc qalır
həmin kəsrin sürətini natural ədədə vurmuş oluruq. Hətta natural ədədi həmin kəsrin sürətinə vururuq. Yazırıq burada 1000 məxrəcdə olduğu kimi qalacaq. 7025-i vurmuş olarıq 100-ə. Burada sıfırları diqqət eləmiş olsanız, yəni normalda elə bir ki, burada 2 dənə sıfır olduğuna görə buradan da 2 sıfır silmiş oluruq. Və bundan sonra artıq biz bilirik ki, ədədimiz elə bir ki, alınacaq neçə? 7025 bölünsün 10 olmuş olacaq. Və 7025-i 10-a bölmüş olsaq, biz bilirik ki, 7025-i 10-a böləndə bərabərdir. Olacaq 702 tam 10-da 5 cavabını almış oluruq. Bu da bərabərdir. Eləcək 702.000, yəni onluq kəsirə çevirmiş olsaq, 702 tam, 2000 nədir? 702 tam 10-da 5 cavabını almış olarıq. Fikir verirsinizsə, əslində birbaşa da burada sağa sürüşdürmüş olsaq, 2 vahid sağa sürüşdürmüş olardıq və 2 keçəcəkdi digər tərəfə. Cavabımız 702 tam 10-da 5 olardı ki, biz də 702 tam 10-da 5-i bu qayda ilə almış olduq. Bunu nümunə olaraq sizin üçün izah etmiş oldum. Sizin kitabınızda da əlbəttə verilib. Bu qaydadan istifadə edərək artıq fikirləş bölümündə olan sizə verilən tapşırığı özünüz rahat şəkildə yerinə yetirərsiniz. Əslində yuxarıda da bu qaydanı yazmışdı. Sadəcə burada 10-a vurmuşdu. O cümlədən də 1000-ə də vuranda həmin qaydadan istifadə edə bilərsiniz. Tapşırıq 1-ə baxırıq. Yazır ki, hesablayın. Nümunə olaraq 1 tam %6 vurulsun 100 və 0 tam 10.000-də 1472 vurulsun 10 üstü 3. Yəni, onun 3-cü dərəcədən qüvvətinə vurulmuş olur. Bunu vurarkən birincisində bilirik ki, A-da çox rahatdır. 1 tam %6-nı 100-ə vurmuş oluruq və vergül 2 vahid, yəni sağa doğru getmiş olacaq. Və bu da 106 cavabını alıb. Görürsünüz ki, bunu da göstərib və bunun açıqlaması da burada verilmişdir. Bəs 10 üstü 3-ə, yəni onun 3-cü dərəcədə qüvvətinə vuranda nə edirik? Bu zaman 10 üstü 3 bilirsiniz ki, 1000-dir. Deməli, nə olmuş olacaq? Bu 3 bizim üçün önəmlidir. Bu 3 nəyə göstərir? Sıfırların, birdən sonraki sıfırların sayını göstərir. Deməli, biz vurarkən nə edirik? 3 vahid vergülü sağa sürüşdürmüş olarıq. Və burada sıfırdan sonra 3 vahid sürüşdürmüş olsaq, 1, 4, 7-dən sonra vergülü atmış olarıq ki, görürsünüz ki, həqiqətən də 147 tam, yəni əvvəlindəki sıfır zaten yazılım, 147 tam 10-da 2 cavabını almış oluruq. Deməli, onun üzərində olan dərəcə, yəni ki, 3-cü dərəcədən qüvvətlisə, bu birdən sonraki sıfırların sayını göstərmiş olur. Buna diqqət etməyiniz önəmlidir. Gəlin də biz də tapşırıqlardan yerinə yetirək. Burada birini yerinə yetirmiş olaq, 2 və sonda 3-cü. Yəni 3 dənə nümunə sizin üçün yerinə yetirmiş olaram. Birincisində yazıb ki, 3 tam %27 yazırıq. 3 tam %27 vurulsun 10 bərabərdir. Vergül 10-dakı 0, yəni 10-da 1 0 olduğuna görə 1 0 sağa doğru sürüşmüş olacaq, yəni gedəcək və olacaq 32 tam 10-da 7 olacaq. Yəni bir mərtəbə sağa doğru getmiş oldu. Daha sonra 8 tam %38-i vurmuşuq 10 üstü 2. Ona görə də yazırıq 8 tam %38 vurulsun 10 üstü 2. Dedik ki, 10 üstü 2 vergül birdən sonraki sıfırların sayını göstərir. Bu o demək ki, vergül 2 vahid sağa doğru getmiş olacaq. Bu da olacaq 838 etmiş olur. Bundan sonra zaten vergül bura 0 yazmağımız ehtiyac yoxdur. Gəlin bunu silək. Bu biraz yanlış görünməsin. Və işarələdiyimiz sonuncu olaraq yazıb ki, burada yazırıq 0 tam 10.000-də 242 vurulsun 10 üstü 3. Deməli, bu 3 vergülün 3 vahid sağa doğru. Yəni, buradakı sıfırların sayını göstərir. 3 vahid sağa doğru getmiş olacaq. Sağa getdikdən sonra 4 ilə 2 arasına, yəni 4-dən sonra düşəcək. Və əvvəldə olan sıfırlar yazılmır. Burada 24 tam 10-da 2 etmiş olur. Davam edirik. 2 nömrəli tapşırıqda görək nə yazır. Yazır ki, boş xanaya uyğun ədədi tapın.
Boş xananı 10-a vurub və 9,7. Deməli, bu o demək ki, 10-a vurubsa, vergül bir vahid sağdır. Biz vergülü geri qaytarmış olsaq, bu olacaq ki, 97 qalacaq vergüldən sağ tərəfdə və 0,97 olmuş olacaq. Bir dənəsini də buradan yazmış olaq ki, baxırıq 0,1052 vurulub boş xanaya və vergül bir vahid sağa doğru getmiş olub. Əgər vergül bir vahid sağa gedibsə, deməli vurulan belə deyək də onun qüvvəti hansı olacaq? 10 olmuş olacaq. Yəni 10-a vurulub 1-0 var bu deməkdir. Və biz bura 10 yazmış olarıq. 2 dənə nümunə olaraq göstərdik. Birini də gəl burada elə üstündəkini yazmış olaq ki, yazıb ki 6,10.000-də 9731 vurulsun boş xana. Baxırıq ki, vergül 2 vahid sağa doğru gedib, yəni 9 və 7 daxil. 2 vahid sağa gedibsə, deməli bu hansıdır? 100-dür. Birini də yazmış olsaq, sonuncunu yazmış olarıq ki, bunu da yazarkən və yaxud da bunu 10 üstü 2 kimi də yaza bilərsiniz. Bu arada yəni 10 üstü 2 kimi də yaza bilərsiniz. Bunu da biləsiniz. İndi bunu həmin şəkildə yazmış olaram. Görürük ki, 0,1052 vurulsun boş xana 52 olub. Və 52 olubsa, bu demək ki, 4 vahid sağa doğru getmiş olub. 4 vahid gedibsə, 10 üstü 4 kimi yazmış olarıq bunu. Yəni, bu əslində 10.000-ə vurulmuşdur. Davam edək. Burada artıq onlu kəsirin onun qüvvətlərinə bölünməsidir. Vurulması zamanı dedik ki, sağa doğru, yəni vurduğumuz 10, 100, 1000 və s. də olan sıfırların sayı qədər sağa doğru getmiş olur. Amma bölmə zamanı isə sola doğru getmir. Yəni vergül artıq sonra bölürüksə, deməli kiçilir və artıq natural ədədlərdən nə olur? Onlu kəsr hissəyə əlavə edilmiş olur ki, burada kiçilmiş olur. Və bölmə zamanı deməli qayda budur ki, hansısa bir 10 və onun qüvvətinə bölürüksə, orada olan sıfırların sayı qədər sola doğru vergülü sürüşdürmüş oluruq. Və əgər vergül, belə deyək də, sıfırlar sürüşdürmək mümkün olmazsa, sıfırların sayını bərabərləşdirir. Məsələn, nümunə göstərmiş olaq. Deyir ki, yenə də 3 tam yazdım. 3 tam yazmayaq. Deyək, sıfırların 3 tam yazmış oluruq. Gəl yazaq 5,2-ni. Bölmüş olaq, məsələn, deyək ki, 1000-ə bölmüş oluruq. 1000-də sıfırların sayı neçədir? 3-dür. 3 rəqəm sola doğru gedəcək. Biz baxırıq ki, vergüldən sağda nədir? Daha doğrusu, vergüldən solda 1 rəqəm var. Biz 3 rəqəm getməliksə, normalda burada 0, 0 vergüldən sol tərəfdə rəqəmlərin sayını 3 dənə yazıb daha sonra 2 yazmış oluruq və bundan sonra biz baxırıq ki, birdən bərabər yazmamışam. Danışdım, bərabər qaldı. Üç rəqəm getməliyik. Deməli, bərabərdir yazırıq. 0 yazdıqdan sonra buradakı rəqəmlərin sayını və 3 dənə rəqəm bundan sonra getməlidir. Biri burada var. Deməli, ikisini də biz əlavə etdikdən sonra 5-i yazmış oluruq. Və 2-ni də sonda əlavə etmiş oluruq. Oldu neçə? Oldu 0,1052 etmiş oldu. Yəqin ki, fikrimi çatdıra bildim. Və bunu əlbəttə ki, yoxlaya da bilərsiniz. Yoxlama zamanında 0,1052-ni 1000-ə vurmuş olsaq, bilirik ki, bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Yəni, aşağıda da burada yerləşdim. Bu dəfə bu cür izah eləmək istədim. Yazırıq ki, məsələn, 0,10.000-də 52 vurulsun 10.000-ə vurmuş olur. Və ya da 10 üstü 3-ə vurmuş olsaq bərabərdir. 3 rəqəm sağa doğru getməlidir vergül. 3 rəqəm gedəndə 5 ilə 2-nin arasına düşmüş olacaq. Qabaqdakı sıfıra yanılır. 5,2 cavabını alırıq. Görürsünüz ki, buradakı cavabı almış olduq. Sizin kitabınızda da buna aid tapşırıqlar yazılmışdır. Görürsünüz ki, nümunələr olaraq və hətta bunu da eyni qayda olaraq eləyib yoxlamada verib. Və bizə deyir ki, vurduqda bölgü vergül böləndəki sıfırların sayı qədər sola sürüşmüş olur. Eyni qaydanı, yəni biz də sizin nəzərinizə çatdırdıq daha doğrusu. Mərtəbə cədvəlində də bunu izahını vermişdir. İzahlara diqqətlə fikir vermiş olsaq, gəlin bu izahları da
belə deyək də, sizin üçün səsli olaraq çatdırmış olum ki, nə demək istəyir. Demək, mərtəbə cədvəli var. Mərtəbə cədvəlində 32,6-nı 1-ə bölmə qaydasını deyib, yəni 1-ə böldükdə elə eyni cavab alınmış olur. Daha sonra 10-a böldükdə isə görürük ki, sola doğru vergül sürüşmüş olub və ondakı sıfırların sayı qədər gəlib sol tərəfdə. Burada da yəni davamını burada yazmış olub. Eyni qayda olaraq 32,6-nı 100-ə də böləndə 100-dəki sıfırların sayı qədər vergül sola sürüşmüş olub və artıq baxırıq ki, təhlik mərtəbəsində heç nə qalmadığına görə 0 yazırıq. Burada da görürsünüz ki, 0,326 cavabını almışdır. Diqqət deyir, onluq kəsiri 10-un qüvvətinə bölərkən ədədin sonunda rəqəm çatmadıqda sıfırlar əlavə edilib, sonra vergül qoyulur. Eyni yuxarıda bu haqda danışmış oldum. 3 nömrəli tapşırığa baxaq. Yazır ki, hesablayın. Nümunə göstərib burada. Nümunə göstərdikdə də 132,5 bölünsün 100 yazıb. 100-ə bölübsə, deməli 100-dəki sıfırların sayı qədər vergül sola doğru gedəcək və 1,325 almışdır. Və bunu da yəni sizin üçün açıqlama bölümündə izahında vermişdir. Daha sonra 3-ü 10-a bölüb 10-dakı sıfırın sayı qədər sola getmiş olmuş olacaq və burada da baxırıq ki 0,3 etmiş olur. Hətta bunu daha aydın şəkildə yazmağı üçün neyiniyib 3-dan elə deyək onluq kəsirə gətirmək yolu ilə, yəni 3,10 kimi yazmışdır, bölmüşdür və buradan da sola doğru getmişdir. Və onun qüvvətin vurma zamanı, yəni 10 üstü 2, yəni ikinci dərəcədən qüvvətinə vurulursa, biz bilirik ki, 2 bölünsün, yəni 10 ikinci dərəcə qüvvəti sıfırların sayını göstərmiş olur. Burada 100-ə bölmüş oluruq. Bu demək ki, 2 vahid sola doğru sürüşmüş olacaq və 2 vahid getdikdə 2-nin qabağına bir dənə də 0 yazmağımız lazımdır ki, artıq burada nə olsun? Vergülü ayıraq. Görürsünüz, burada da 0,2 yazılmışdır. Nümunə tapşırıqlar sizlərlə yerinə yetirək. Bu 1 olsun, bu 2 olsun, bu da 3 olmuş olsun. 3 dənə tapşırıq yerinə yetirəcəm. Birincisini gəlin burada yazmış olaq ki, 42,5 yazırıq 42,5 bölünsün 1000 bərabərdir. 1000-dəki sıfırların sayı 3-dür. Demək 3 vahid sola gedəcək. Vergüldən sol tərəfdə 2 rəqəm olduğuna görə deməli 42-nin qabağına bir dənə də 0. Yəni 0 tam, burada artıq tam hissədə heç nə qalmayacaq və 42-nin qabağına mütləqdir ki, bir dənə də 0 yazıb sonra 425-i yazmış olaq. Bu da oldu neçə? 0,10.000-də 420 cavabını almış olduq. Növbəti 83,2-ni bölüb 1000-ə. Burada da yazırıq 83,2 bölünsün 1000. Eyni qaydadır. Yəni nəyə görəsə baxmadan yazmış oldum. Ev yoxdur. Yazmış olaq. Yenə də 3 vahid sola doğru gedəcək. Vergüldən sonra sol tərəfdə 2 rəqəm olduğuna görə deməli 88-in əvvəlinə bir dənə də 0 yazılacaq. Yəni 0 tam yazdıqdan sonra tam hissədə zaten heç nə qalmır. Və biz 8-dən öncə 0 yazıb daha sonra verilən rəqəmləri, yəni 8, 3, 2 yazmış olub. Bu da 10.000-də 832 etmiş olacaq. Və burada 9 tam 1000-də 89-u bölüb 10 üstü 3-ə, yəni 13-cü dərəcədə qüvvətinə. Bunun üçün neyinirik? Yazırıq 9 tam 1000-də 89 bölünsün 10 üstü 3. Bu nə deməkdir? Bu 3 dedik nəyə göstərir? Sıfırların sayı göstərir. Deməli 3 vahid sola doğru. Vergüldən solda isə sadəcə bir rəqəm var. Deməli 9-un əvvəlinə 2 dənə də 0 yazarıq. Bərabərdir 0 tam yazdıqdan sonra vergüldən sonra 9-un əvvəlinə 2 0 da yazandan sonra 9-u yazmış oluruq və ondan sonraki rəqəmləri də düzürük və bu da eləyəcək neçə? 1 milyonda 9089 etmiş olur. 0-dan 1 milyonda 9089 etmiş olur. Dördüncü tapşırıqda yazır ki, boş xanaya uyğun ədədi tapın. Yenə də nümunə olaraq ikinci və dördüncü tapşırığa baxmış olaq. Bölüb 100-ə və 0-dan
10.000-də 234 alıb. Deməli 100-ə bölübsə normalda vergül 2 vahid sola doğru sürüşüb. Biz geri qayıtmış olarıq və bu deməkdir ki, əslində vururuq. Artıq biz vurmanı da bilirik ki, 0,10.000-də 234-ü 100-ə bölürük. Yəni 2 vahid də sağa getmiş olacaq ki, burada 2 tam %34 qalmış olur. Burada da baxırıq ki, indiki boş xanaya bölüb və burada neçə alıb? Vergül deməli 2,46 gedib 3 vahid sola doğru gedib. 3 vahid sola doğru gedibsə 10 üstü 3-ə bölmüş olub və yaxud da 1000-ə bölmüş olub. Fərq etməz, eyni qayda. Çünki neçə vahid sola doğru getdiyini ilk öncə tapırıq. Neçə vahid gedib? 3 vahid. 3 vahid getdiyinə görə deməli burada böldüyümüz onun qüvvəti sıfırların sayı 3-dür və yaxud da 10 üstü 3 kimi də yaza bilərik. 5-ci tapşırıqla davam edirik. 5-ci tapşırıqda yazır ki, hesablayın və müqayisə edin. Hesablayıb müqayisə etməyimiz lazımdır. Birinci tərəfdə 100-ə vurubdur və 100-ə vurduqda, yəni mən burada üzərində 80,2 etmiş olur. Burada isə 10-a bölübdür. Bu isə 10-a böləndə sola doğru getmiş olsa 8,3 etmiş olar və 80,2 böyükdür. Böyükdür işarəsi qoyuruq. Bir dənə də sondan yazmış olaq. Birini də siz yazarsınız. Əslində gərək sonuncusunu yazsaydım daha bəhs eləyəcəkdi. Burada nə edirik? 4,2-nin onun qüvvəti olan 2, yəni 2-ci dərəcənin qüvvətinə vurublar. Bu nə göstərir? Sıfırların sayı 2-dir. Deməli 2 vahid sağa doğru gedəcək. Burada bir rəqəm var. Arxasına da bir dənə əlavə etdikdə o zaman 420 etmiş olur. Bura 420-dir. Burada isə bölüblər. Bölüblərsə neçə 10-a bölüblər və ondakı sıfırların sayı qədər sola doğru getmiş olacaq. Bu da 70 tam %49 etmiş olur və əlbəttə ki 420 böyükdür işarəsi qoyulmuş olacaq. 7-ci tapşırıqla davam etmiş oluruq. 7-ci tapşırıq ki, sürücü 10 litr benzin üçün 9,2 manat ödədi. 1 litr benzin neçəyədir? 10'unu biliriksə, yəni ümumiyyətlə bu natural ədədlərdə də belədir ki, 10'unu biliriksə, birini tapmaq üçün hər zaman bölmüş oluruq. Deməli, buradan da nə edərik? Bölmüş olaraq, artıq bu məlum məsələdir. 100 litr benzin üçün nə qədər ödəmək lazımdır? Birini bildikdən sonra 100'ünü, yəni çoxunu tapmaq üçün vurmuş oluruq. Artıq nə dediyimi yaxşı başa düşürsünüz. Yəni, ilk öncə 1 litrin qiyməti tapıldı. Daha sonra 1 litri biliriksə, 10 litrində, 100 litrində, 1000 litrində tapmaq üçün, yəni çoxunu tapmaq üçün vurmuş oluruq. Bunu yaddan çıxartmayaq. Keçirik 8 nömrəli tapşırığa. 8 nömrəli tapşırıqda yazır ki, xəritələr müəyyən miqyaslarla verilir. Məsələn, xəritədə 1 bölünsün 1 milyon yazısı 1 sm məsafənin həqiqətdə 1 milyon santimetr məsafəyə bərabər olması deməkdir. Həmin miqyaslı xəritədə cədvəldəki məsafələrin ölçülərini santimetrə çevirin və cədvəli tamamlayın. Deməli, cədvəldə həqiqi məsafə kilometrdən, daha sonra santimetrdən, daha sonra da xəritə üzərində uzunluq, yəni bu da santimetrdən bizdən istənilir. İlk öncə kilometrdən santimetr arasındakı məsafə, yəni əlaqəni bilməliyik ki, 1 kilometr, gəlin bunu burada yazım da, 1 kilometr bərabərdir 100.000 santimetrə bərabər olmuş olacaq. Və burada da 150 kilometri, yəni həqiqi məsafə əgər santimetrlə ifadə ediriksə, 150-ni 100.000-ə vurmuş olaraq ki, çünki 1 kilometrdə 100.000-dirsə, 150 kilometr nə qədər olmuş olacaq, neçə santimetr olacaq? Bunu da eləcək 15 milyon santimetr etmiş olacaq. Sıfırları biraz kiçik yazdım, nəysə. Və bunu indiki xəritə üzərində göstərmək lazımdırsa, deməli, xəritə üzərində göstərəndə nə edirik? 1 milyona bölmüş oluruq. 1 milyona bölür, yəni bunu kiçilmiş oluruq, göstərmiş oluruq. Və 1 milyona böldükdə 1 milyondakı sıfırların sayı qədər, belə deyək də, sola doğru getmiş olacaq. Bunu artıq əslində onluq kəsimlə göstərməsək belə, sıfır yazsaq və yazmasaq çox da önəmli deyil. Bu mövzunun natural ədədlərin 10 və onun qüvvətlərinə bölünməsi mövzusunu daha öncəki belə deyək də mövzulardan bilirik. Hətta məncə
4-cü sinifdə yuvarlaq əllərə bölünmə mövzusu var ki, orada da bu haqqda danışılır. Deməli, milyonda olan sıfırların sayı qədər sola doğru getmiş olacaq. Burada 6 sıfır milyonda deməli nə olacaq? 15 santimetr etmiş olacaq. Bunu tapmış oldu. Demək, xəritədə uzunluq 15 santimetri göstərmiş olacaq. Eyni qayda ilə gəlin geri gedəndə nə olacaq? Geri gedəndə də əslində nə edirik? 2,5 santimetrdir. Deməli, biz bölürük, gəlib burada tapmış oluruq xəritədəki uzunluğu. Geri gedəndə 1 milyona vurmuş olarıq. 1 milyonda vuranda 2 milyon 500 min etmiş olacaq ki, yəni bu o deməkdir ki, biz milyona vururuqsa milyondakı sıfırların sayı qədər vergül sağa getmiş olacaq. Belə eləyək də, milyondakı sıfırlar 6-dır. Burada 5 dənə də bura nə etməliyik? 0 yazmalıyıq ki, bura həqiqi məsafəni santimetrlə ifadə etmiş olaq. Fikrimi yəqin ki, satdıra bilirəm. Daha sonra da bunu indiki 100 minə bölüb bunu həqiqi məsafə olaraq göstərmiş oluruq. Və 100 minə böləndə indiki 5 dənə 0 növbəti dəfə nə olacaq? Silinəcək. Burada nə qalacaq? Yəni burada yazdığım rəqəm qalmış olacaq. Ümid edirəm ki, yəni bu tapşırığı tam həllini sizlə paylaşmaq istəmirəm. İstəyirəm ki, siz də bir qədər burada belə deyək də işləyəsiniz, çalışasınız. Bu tapşırığa bir daha deyirəm necə olacağını. Geri qayıdarkən də yolunu deyəcəm. İrəli gedərkən də yolunu deyəcəm. Bu ortadakını siz həll etmiş olarsınız. Deməli, geri qayıdıram. Geri qayıdarkən, yəni buradan başlayanda nə etmişdik? Vurmuşduq 100 minə. Vurduq 100 minə. Sonra nə etdik? Böldük 1 milyona. Böldük. Geri gedəndə bölərik 1 milyona. Daha sonra nə edərik? Böldük 1 milyona və daha doğrusu bölmüşdük burada 1 milyona. Vurarıq 1 milyona. Daha sonra bölərik 100 minə. Yazmış olarıq. Bax, bir daha deyirəm. Yəni, sizin üçün də qaranlıq qalmasın. Buradan gedəndə nə etdik? Vurmuşduq 100 minə. Vurmuşduq 100 minə. Daha sonra buradan bu tərəfə gedəndə nə etdik? Böldük 1 milyona. Yəni 10 üstü 6-ya. Və geri qayıdarkən nə edəcək? Eyni epizodu geri qayıdarkən nə edirik? Bu dəfə bölmüşüksə vururuq 10 üstü 6, yəni 1 milyona vurmuş oluruq. Daha sonra da nə edirik? Bölürük. Bu dəfə də geri gedəndə bölürük 100 minə bölmüş olarıq. Yəni bu qayda ilə digər tapşırıqlarda yerinə yetirmiş olarsınız. Gəlin bundan sonra burada yazılan bir dənə də ikinci bir tapşırıqdır, yoxsa necə, yəni yerləşmir bura. Yazır ki, Azərbaycanın şəkildə verilmiş xəritəsində, Azərbaycan xəritəsi bu çox gözəl, bölgələrimiz də qeyd olunub. Verilmiş xəritəsində 1 sm məsafə həqiqətdə təqribən 36 kilometrə bərabərdir. Həqiqətdə Bakıdan hava ilə 360 kilometr məsafədə olan Balakən xəritə üzərində paytaxtımızdan neçə santimetr məsafədə yerləşir? Paytaxtımız haradır? Bizim Bakı şəhəridir. Bakı şəhərdən Balakən də görürük ki, burada. Balakən də buradadır. İlk öncə deyir, əvvəlcə hesablamaqla, sonra da seçməklə tapın. 360 kilometr. Baxaq ki, burada miqyas necə verir? 1 santimetr 36 kilometrdir. Bunu tapmaq üçün, yəni ilk öncə 360-ında neçə dənə 36 kilometr varsa, o qədər məsafədə yerləşmiş olacağını müəyyənləşdirə bilərik. Yəni burada nə edirik? 360-ı bölmüş olaraq 36-ya. Görək neçə dənə 36 olacaq. Deməli, o qədər santimetr var. Bu da eləyir 10. Deməli, əslində 360-ı nə etmişik? Burada və yaxud da bu cürdə yazarıq. 360-ı neçəyə bölmüşük? Hər hansı bir ədədə bölmüşük. Bərabərdə 36 alınmış olub. Yəni, 10-a bölsək, eləcək 36. Bu o deməkdir ki, 360-ın içərisində neçə dənə 36 var? 10 dənə. 10 dənə 36 varsa, hər 36 kilometr 1 santimetrdir. Deməli, Bakıdan Balakənə qədər olan məsafədə 10 santimetr olmalıdır. Düzdür, mənim PDF-imlə sizin kitabınızda olan ölçülər üst-üstə düşməyə bilər. Ola bilsin ki, məndə burada 15 santimetr, 12 santimetr olsun. Sizin kitabınızda məsələn 10 santimetr olmalıdır. Yəqin ki, kitabı çapı zamanı bu miqyası, yəni təxmini bir neçə millimetr sağa sola gedə bilər. Demək olar ki, eyni ölçü ilə vermiş olacaq. Bundan sonra
Görək nə yazıb. Onluq kəsin naturiyada vurulmasıdır. Bu artıq növbəti mövzudur. Növbəti mövzuda görüşmək ümidi ilə hələlik sağ olun.